yaxşı oyun alındı. Azərkeşlər üçün, hamı üçün çox maraqlı oyun oldu. Əlbəttə istərdik ki, ən azından məğlub olmayaq. Buna şanslarımız da var idi. Amma hər bir halda dünən qeyd elədiyim kimi sona kimi ən azından biz yaxşı mübarizə aparacağıq, sona kimi vuruşacağıq və bugün futbolçuların bunu bacardılar. Əlbəttə ki, bugün oyundan əvvəl söylədiklərimizin canlı şahidi olduq. Çox dinamik bir komandaydı, çox sürətli bir komandaydı və sona kimi bu tempi qoruyub saxladılar. Futbolçuların üçün heç də asan deyil idi, amma onların qarşısında məhkəm durdular və sadəcə 2-1-dən sonra daha çox risklərə getdik, daha çox boşluqları oldu və sonunda 3-cü topu standart vəziyyətdən buraxdıq. Get-gedə oyunlar daha da, rəqiblər daha da böyüyür, daha da məsuliyyət artır. Çünki hər bir turdan sonra istənilən rəqib qalib gəlmək istəyəcək və xalların sayını çoxaltmaq istəyəcək və daha böyük rəqiblər gəlməyə başlayır və buna hazır olmalıyıq. Yenə də çalışırıq ki, ilk intizamlı oynamağa qarşıdakı oyunlarda və ikinci də yaxşı mübarizə aparmağa və çəkinmədən. Və belə hər biriniz sağ olun, xeyli görürəm ki, bizim Bakılı jurnalistlərimiz var, dostlarımız var. Sizlər də sağ olun ki, bugün bizlərlə buradasınız və öz azərkeşlərimə təşəkkür edirəm. Bu gözəl atmosferdə onlar da bizi tək qoymadılar və daima biz onların səsini eşitdik və hansı ki, Qarabağ sınırlarını eşitdik. Belə.